Salam hörmətli izləyicilər, biz hal-hazırda Binəqədi rayonu 9-cu mikrorayon Mircəlal 11C ünvanında yaşayan sakinlərin şikayəti əsasında buradayıq. Onlar bildirirlər ki, illər öncə dostlar MTK-ya məxsus yaşayış binasından mənzil alsalar da bugünə qədər çıxarışlarını ala bilmirlər. Və bununla bağlı MTK rəhbəri Fuad Əliyevə dəfələrlə müraciət etsələr də aldıqları cavab bugün, sabah, yaxın günlərdə həll olunacaqdır. Lakin illər bitir, vədlər bitmir. Sakinlər artıq vədlər deyil, nəticə istəyirlər. Xoş gəlibsiz, əziyyət çəkib. Bizim əsəblərimiz o qədər yerində deyil. Biz bilmirik necə hərəkət eləyək, nə deyək. Biz 14 ildir bu binanı almışıq. Bu binaya sahibik, yaxşı. Biz bu binanı alanda dostlar MTK-nın rəhbərliyi ilə müqavilə bağlanırsan da birinci. Bağlayanda müqavilədə çox vədlər verilir. Fuad Əliyevdir. Biz onun nə şəxsiyyətinə, nə özünə, nə heç bir nə layiq söz demirik. Sadəcə olaraq verən vədi o əməl eləməlidir. Bu əməli görmürük, nəticəni görmürük. Ha vaxt zəng vurursan, götürmür. Birdən götürür, deyir sabah gələcəm, gəlmir. Mən 14 ildir bu binanı almışam. Mənim əgər çıxarışım yoxdursa, mən hansı bir sənəd mənə lazımdır, mən o sənədi vermirlər. Deyirlər ki, get sənəd gətir elə. Əvvəllər jekdən alırdıq, hardasa yaşayırdıqsa. İndi axı biz göydə heç nə yoxdur. Mənim binamdır, mən o vaxt biz alanda, müqavilə bağlananda yoldaşımın adına yazıldı ki, özü deydi Fuad Əliyevin 25 mənzili, 25 saxlamağa maşına yeri var. Elə, amma biz bəlkə mən indi 5 il, 10 il evimi almışam, amma saxlamamışam. Amma indi saxlamaq istəyirəm elə. Gündə bir maşını vururlar, biri maşını cızır, saxlamağa yer yoxdur. Vəziyyət, biz saxlaya bilmirik. Bütün Madeynanın binasını gətirib salıb bura, pulunla. Özü də deyir, belə get hara gedirsən, get hara şikayət eləyirsən elə. Yaxşı eləyirəm, belə yəsi mənəm eləyirəm. Yəsi Fuad Əliyevdir. Xalası oğludur. Deyib get qaza dolan da, deməyib ki sən get Fuad xala oğlu sat. Amma o deyir ki, o kimdir? Mən yaxşı eləyirəm, mən belə istəyirəm. İndi biz nətər eləyək, nə nəticə çıxardı? Hər gün mənim oğlum, yoldaşım saat 5 olur, 6 olur, zəng eləyirlər. Maşını çıxartmaq lazımdır. Biz yuxudan dururuq, məcburuq ki, maşını çıxardaq. Özümüzün maşını qalıb yağışda, küləkdə, çöldə o qalıb, o başqası salır. Və plus əsas bizim çıxarış. Aydın Aslanov müəllim, pensioner. 10 ildir burada yaşayırıq. Hər ay bizdən işıq pulu, qaz pulu, lift pulu da alırlar. Amma 10 ildə heç kim bizlə görüşməyib, bir dənə də iclas aparmıblar. Demiblər, nə üçün bizə kupçunu vermirlər. MTK rəhbərinə müraciət etmişsiniz? Hamısına müraciət eləmişik. Cavabları nə oldu? 0, 0. Vaxtları yoxdur, görüşməyə vaxtı yoxdur və s. Çıxarış verilmə səbəbi nədə bildirirlər? Heç nə bildirmirlər. Həmidov Nemət 2016-cı ildə qeyri-yaşayış obyekt almışam. Bugünə qədər hələ dəfələrlə getməyimə baxmayaraq, deməyimə baxmayaraq elə vaxt olub tapmışam, elə vaxt olub cavab verməyiblər, yerlərində gedib bir tər tapmışam. Hər dəfə söz veriblər 2 aya, 3 aya, ancaq heç bir nəticəsi olmayıb. Heç bir nəticəsi olmayıb. Bugünə qədər, bundan əvvəl də 2 il bundan əvvəl də çəkiliş gəlmişdi. Orada söz verdi cəmaata, həmçinin çəkilişə gələnlərə ilin axırına çıxarışları verəcəm. Yəni bugünə qədər də heç bir çıxarış yoxdur, nə də bir xəbər yoxdur. Mən bu binanın sakini Zaur Ələskərli. Bu binanı 2013-14-cü illərdə almışıq, ödənişini eləmişik tamamilə. 15-ci ildən də bu binaya köçmüşəm. 15-ci ildən bu ilə 11 il keçibdir. Fəqət binanın çıxarışı bizə verilməyib, kimsəyə verilməyib. Bu 11 il ərzində də dəfələrlə
qonşular bir araya gəlib qərara gəlmişik ki, müraciət eləyək bu binanı bizə satana. Hər dəfə bizi başdan sovdu cavablarla belə başdan eləyib, verdiyi vədə heç bir vaxt söz verməyib. Artıq bizim binada onlara qarşı heç bir güvən, etimad da qalmayıb ki, biz bu metoda əl atmışıq, çəkiliş zad olur. Halbuki buna ehtiyac olmadan da həll oluna bilərdi bu problem. Heç cür biz məsələmizi həll edə bilmirik. Başlıca problemimiz çıxarış almaqdır, kupça deyirlər. Onu almaqdır. İkincisi də ki, bu obyekt olaraq hardasa qeydiyyatdadır. Kommunal xərcləri obyekt tarifəsi ilə ödəyirik. Yaşa obyekti kimi? Bəli. Bizdən elə deyirlər. Üçüncüsü də ki, yenə də bu qaraj məsələsi. Hər mənzilin sahibinə bir qaraj düşür aşağıda. Halbuki mənzilin sahiblərinin, sakinlərinin çoxsu maşını kənarda saxlayırlar. Başqa binanın sakinləri isə gəlib bu binanın altında maşın saxlayırlar. Afət Əliyeva, bu binada yaşayıram, buranın sakiniyəm. Suyumuz inan çox narahat gəlir. Bax, çimmək üçün gərək saat 2-də, 3-də çimmək. Çox zəifdir suyumuz. Nədir səbəb? Su motor bilmirəm, köhnədir, nədir. Əvvəl keçəndə yaxşı idi, amma bir il keçəndən sonra heç yaxşı olmadı. Sonra qarajdan çox narahatçılığımız var. Bax, öz maşınımızı biz əslində binanın sakinlərin hələ bina veriləndə onun hələ qarajı da verilməlidir. Biz öz maşınımızı saxlayırıq çöldə, yer tapmırıq. İnan zəng eləyirlər ki, gəlin maşını buradan çıxardın. 5-də qalmır, 8-də olmur. Səhər yuxudan durub amma gedir maşını çıxardır. Yer saxlamaq yer yoxdur. Başqa binanın sakinləri gəlir qarajda saxlayır, amma biz maşını orada saxlaya bilmirik. Bina gözəl binadır, yaxşı binadır, amma yaşayırıqsa narahat yaşayırıq. Siz hal-hazırda özünüz qeydiyyatda deyilsiniz, Xeyr. Harada Poliklinikaya gedəndə, inanın poliklinikaya gedirik. Poliklinikalarda deyirlər ki, harada yaşayırsınız? Mən öz bacımın adresini verirəm. Qonşu olduğuna görə bacımın adresini verirəm. Öz adresimiz yoxdur. Əliyev Adəm, binanın sakiniyəm. Burada bəli, biz neçə il bura köçmüşük, kupçamız yoxdur. Yalan vədlər verilir, amma əməl olunmur. Biz binada yaşayırıq. Bu binada yaşayanlar heç biri bu altdakı qarajda maşın saxlamır. Hamısı 18 mərtəbəli binanın cəmaatı burada saxlayan. Kiraya verilib aylar? Bilmirəm nəyə verilir, kiraya verilib, yəqin kiraya verib də. Deyəndə bizə qarajdan yer ver, bu binanın sakinləri, deyir yer yoxdur. Deyir, bizim binada patolog 10 dənə maşın var. Heç kim də burada saxlamır aşağıda. Hamımız maşında qalıb çöldə, yağışın altında, gündə böyrü sürtülür, vurulur, xərcə düşürük. Biz istəyirik ki, burada bizə kupça verilsin, biz nəyə görə gelib havada qalmalıyıq, onun evində düşməliyik. Bəli, bina satılırsa, verilirsə kupça da verilməlidir. Biz bunu tələb edirik, ailəti qurumlara çatdırılsın, var da ölçü götürülsün ki, bu vətəndaşlar hamısı havada qalıb. Heç kimin qeydiyyatı yoxdur. Arada gedirlər, qeydiyyat istəyirlər. Bu binanın sakini Həmidli xanlar bunu almışıq çoxdandır. Mən gəlinim başqasının ünvanında propiskaya düşüb. Oğlum başqa yerdə, nəvələrim qalıb ortada. Nə həkimə gedə bilir, nə bir şey. Hara gelsən deyirlər ki, bir kağız gətirirlər. Kağızımız yoxdur. Mən yuxarı qurumları xahiş edirəm, Ali Baş Komandat İlham Əliyevi xahiş edirəm. Bizə köməklik eləsin. Bu vaxtacan biz çıxarış ala bilmirik. Qalmışıq havada. Harada gedirsən deyirlər ki, bir sənət gətiricini harada yaşayırsan. Bizim sənətimiz yoxdur, heç bir şey. Bu bina sənət vərsində heç maşın heç gətirmərik, heç bura maşın başqa yerdə də gelib saxlamaq olar. Ancaq eviniz bir sənəti olmalıdır. Biz gəlib buraya düşmək. Niyə görə mənim gəlinim başqasının evində propiskada olmalıdır? Mənim nəvələm başqasının evində propiskada olmalıdır. Niyə görə? Xahiş edirəm bizə köməklik eləyin. Dəvşə bezmişik. Sonra deyirlər ki, bu belə getdi, hələ gəldi. Hələ bunun gəlib yuxarıda hamısı baxır, hamısı görür, bir gəlib köməklik eləyən ancaq yoxdur. O öz başlanıq deyir axı. Biz yaşayırıq, Azərbaycanda yaşayırıq. Başqa ölkədən gəlməmişik axı. Azərbaycanlıyıq. Xahiş edirik bizə köməklik eləyin.
Binəqədi rayonu ərazisində yerləşən və uzun illərdir sakinlərin müxtəlif problemlərlə üzləşdiyi yaşayış binası ilə bağlı digər tərəfin də mövqeyini öyrənmək məqsədi ilə Dostlar MTK-nın rəhbəri Fuad Əliyevlə əlaqə saxladıq. İlk mərhələdə Fuad Əliyev ölkədə keçirilən beynəlxalq şəhərsalma tədbirində iştirak etməsi və iş qrafikinin sıx olması səbəbindən ətraflı açıqlama vermək üçün müəyyən vaxt istədi. Daha sonra isə məsələ ilə bağlı redaksiyamıza geniş məlumat təqdim etdi. Fuad Əliyevin sözlərinə görə binanın dövlət qeydiyyatına alınması istiqamətində Dostlar MTK tərəfindən aidiyyatı dövlət qurumlarına dəfələrlə rəsmi müraciət ünvanlansa da, lakin müxtəlif səbəblərdən bu proses indiyədək yekunlaşmayıb. MTK rəhbəri bildirir ki, hər müraciətindən sonra yeni tələblər və müxtəlif prosedur məsələləri ortaya çıxır. Nəticədə isə binanın dövlət qeydiyyatı məsələsi həllini tapmır. Onun sözlərinə görə bu vəziyyət həm tikinti şirkəti, həm də illərdir həmin binada yaşayan sakinlər üçün ciddi narahatlıq yaradır. Binada yaşayan vətəndaşların problemlərinin aradan qaldırılması, onların əmlak hüquqlarının tam şəkildə rəsmiləşdirilməsi üçün bütün zəruri addımlar atılıb və bundan sonra da aidiyyatı qurumlarla əməkdaşlığını davam etdirəcək. Biz də Milli TV olaraq məsələni diqqətdə saxlayır və bildiririk ki, uzun illərdir bu binada yaşayan sakinlərin üzləşdiyi problemlərin həlli istiqamətində aidiyyatı qurumların operativ addımlar atacağına ümid edirik. Sakinlərin binanın dövlət qeydiyyatı və digər hüquqi məsələlərlə bağlı gözləntilərinin qarşılanması, onların illərlə davam edən narahatlığının aradan qaldırılması cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Hörmətli izləyicilər, mövzu ilə bağlı qarşı tərəfin mövqeyini də sizlərə təqdim etdik və prosesin gedişatını da diqqətdə saxlayacağıq.